2026-cı ilin ən qorxulu filmi sayılır. IMDb 7.8. Bir yazıcı olur, yeni kitabını yazmaq üçün Okum adlı bir şəhərə köçür. Şəhərdə isə naməlum bir oteldə yerləşməyi qərar alır. Otelin içinə girəndə ilk baxışdan qeyri-adi insanlarla rastlaşır. Hamı elə bir nədənsə qorxurlar. Sən demə, bu otelin qorxunc bir tarixi var. 3-cü mərtəbədə bəteybət yaşayır. Bunu otelin yiyəsi deyir. 3-cü mərtəbəyə heç kimi buraxmırlar. Lifti kilidlə bağlayıblar ki, istəyən də qalxa bilməsin. Bir müddət keçir. Bu yazıcı qərar alır ki, həmin 3-cü mərtəbəyə qalxsın və oradakı nəyin olub-olmadığını araşdırsın. Bunu edəndən sonra qeyri-adi, qorxulu hadisələr baş verir. Və filmin necə bitməyini bilmək üçün yalnız mənim Telegram səhifəmə daxil olub filmə baxa bilərsiniz. Mitofilm 1. Yox, özünüz axtarıb tapmaq istəyirsinizsə, filmin adı Hokum. Bəs sənin ən qorxduğun film hansıdır? Yaz, müzakirə edək. Mitofilm məsləhət görür top film.